Oyuna mərkəzdən Qəbələ başlayacaq. Baş hakimiz start fiti ilə qarşılaşma başlayır. Hər iki komandaya uğurlar arzu edirik. Qeyd edim ki, bu görüşü sizin üçün Qismət Bəyişov şərh edəcək. Domi Massumo Qəbələnin ən təhlükəli futbolçularından biridir. Soluna çəkdi. Domi Massumo sürətlidir. Massumodan ötürmə və top meydanı tərk edir. Küncdən zərbə. Soluna çəkdi. Ötürmə gəlir. Son toxunuş Mois Engvisanidəndir. Təhlükəli yerdə özü də. İbrahim Sangare ötürmə keçmədi, amma Sangare yenidən topladı. İbrahim Sangare ondan ötürmə gəlir. Massumo! Top qapıdan Asfər Qaralı keçir. Epizodun təkrarı ekranlardadır. Domi Massumo sağ ayaqla zərbə endirdi. Top qapıdan Asfər Qaralı keçdi. Əhmədov topa çatdı. Adriel Balua soluna çəkir. Adriel Balua və top qapının üstündən keçir. Eşqin Əhmədov. Ondan ötürmə aldı Adriel Balua. Onun zərbəsindən sonra top qapının az fərqli üstündən keçir. Spence topladı. Bir rəqibindən sıyrıldı. Ötürmə gəlir Spence'dən. Kyle Spence! Kyle Spence! Təkrar zərbə olacaq. Bu yox olmadı. Cəhd davam edir zərbə və top qapının aralı keçir. Epizodun təkrarı ekranlardadır. Əla ötürmə. Kyle Spence istiqamətinə Rıza Cəfərov inamla oynuyor. Komandasını Real goldan xilas edir Rıza Cəfərov. Domi Massumo, Massumo zərbə indirməyə fürsət axtarır. Massumo'nun zərbəsi çox pis alınır. Zərbə mövqeyinə çıxmağa çalışırdı. Bu isə bir qədər əvvəlki epizod. Kyle Spence. Allah şəhidlərimizə rəhmət eləsin. Hücum bloklanır zərbə, amma cəhd davam edir. Rıza Cəfərov topu tutur. Vüsal Mənsimov ondan ötürmə gəlir. Başla zərbə və gol! Olavaya Doyeri! 54-cü dəqiqədə Karvan Yevlax hesab açır. Qola sevinirlər. Epizodun təkrarı Vüsal Mənsimovdan əla ötürmə cərimə meydançası istiqamətinə və Olavaya Doyeri başla topu sol aşağı küncə göndərir. Rıza Cəfərov zərbəni dəf etmək üçün vardan gələn görüntü. Oyundan kənar vəziyyət yoxdur. Adriel Balua topu qəbul edir. Balua sol çınağa meylənir, sürət yığır. Adriel Balua hazıra topladı. Ondan ötürmə gəlir və 1-1. 1-1. Hesab bərabərləşir 56-cı dəqiqədə. Karvan Yevlaxın sevinci çox çəkmir. Yükü öz üzərinə götürdü Adriel Balua. Baluanın ötürməsindən sonra Sangare topu qapıya göndərir. Çox az çəkir Karvan Yevlaxın qol sevinci. Sangare ötürməsini edə bildi. Eşqin Əhmədov istiqamətinə Eşqin. Adriel Balua top onundan mübarizə aparır. Zərbə qapıya və gol! Qəbələ keçir 67-ci dəqiqədə Domi Massumo. Baxaq təkrara. Balua əla ötürmədir, kritik ötürmədir. Topa yaxın olan, lazımi anda, lazımi yerdə olan Domi Massumo fərqlənir. Əl çatmaz yerə göndərir Massumo topu. Mərkəzdən başlayır Karvan Yevlax, vardan gələn görüntü. Kimbila, Nicat Əliyev, Nicatın zərbəsi bloklanır, cəhd davam edir. Nicat Əliyev aşırma zərbə indirməyə çalışdı, başla zərbə və top qapıdan aralı keçir. Eşqin Əhmədov. Sağ bir qədər əvvəlki epizod. Eşqin Əhmədov başla zərbə indirdi. Hazırda topladı, Keita ötürməsini edir Adriel Balua. Baluadan sol cinaha ötürmə gəlir Paulo Kimbila. Paulo Kimbila və qapçı Pedro Mateos. Fərq yarada bilib. Epizodun təkrarı.
Sol cinahdan sürətlə gəlirdi Paulo Kimbila. Onun qüvvətli zərbəsindən sonra Pedro Mateus topu dəf edir. Kimbila mübarizə aparır. Kimbila iki futbolçudan sıyrıldı. Paulo Kimbila yenə qapçı Pedro Mateus. Daha doğrusu 3 dəyişiklik olacaq. Samuel Duran, İbrahim Qədirzadə və Əli Abdullayev. Bunda amansız mübarizə gedir meydanda. Eşkin Əhmədov topu qəbul etdi. Daha doğrusu rəqibindən uğurladı. Eşkin Əhmədovun zərbəsi və Pedro Mateus bir qədər. Eşkin Əhmədov ondan uzun ötürmə, başla zərbə və Pedro Mateus. Təhlükəli gəlir. Karvan Yevlax zərbə qapıya. Qapçı Rıza Cəfərov. Duran uzaq məsafədən zərbəsi və Rıza Cəfərov topa nəzarət edir. İndi riskli ötürmə, Rauf Rüstəmli topladı, ondan ötürmə gəlir və top meydanı tərk edir. Baxaq epizodun təkrarına. Futda topu ayaq qoyur Fərid İskəndərov. Karvan Yevlaxın bərabərlik cəhdləri davam edir. Ötürmə cərimə meydançası istiqamətinə və top Rıza Cəfərovun nəzarətindədir. Beləliklə qarşılaşmanın baş hakimi maçı bitirir. Qəbələ Karvan Yevlax səfərində 3 xal qazanır. Əzimkar qələbə qazanır Qəbələ. Efirimizdə qısa fasilə olacaq. Biz flash müsahibələr zamanı hər iki komandanın baş məşqçilərinin fikirlərini öyrənməyə çalışacağıq.